Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərsel Telekom MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədi ilə əməkdaşlıq memorandumu imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində Azərsel ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə də dəstək məqsədi ilə Əskərsel adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əskərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq. 2026-cı ildən etibarən qüvvəyə minəcək Əskərsel təklifi çərçivəsində əskərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin istənilən 5 nömrəni ağ siyahıya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni vaxtda təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədi ilə bu nömrələrdə SMS, internet, beynəlxalq və roaming xidmətləri əlçatan olmayacaq. Əskərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. Azərsel nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər. Əskərsel hərbi xidmətin keyfiyyətinə necə təsir edəcək? Oxşar təcrübələr bir sıra ölkələrdə mövcuddur. Məsələn, Türkiyədə hərbi hissələrdə əskərlərin ailələri ilə əlaqə saxlamaq üçün məhdudlaşdırılmış telefon kabinələri və xüsusi rabitə sistemləri tətbiq edilir. İsraildə təhlükəsizlik məqsədi ilə əskərlərə yalnız müəyyən tətbiqlərə və rabitə növlərinə icazə verən xüsusi hərbi telefonlar təqdim olunur. Cənubi Koreyada da xidmət müddətində internetə və sosial şəbəkələrə ciddi şəkildə nəzarət altındadır. Lakin əskərlərə valideynləri və yaxınları ilə əlaqə saxlamaq üçün müəyyən vaxtlarda məhdud telefon istifadəsi imkanı verilir. Bu təcrübələr göstərir ki, hərbi rabitənin nəzarətli şəkildə təşkili həm təhlükəsizlik, həm də sosial sabitlik baxımından effektiv nəticələr verir.